Xeyirli olsun. Natural ədədlərdən əvvəlki illərin qəbul imtahana düşmüş sualların izahına baxaq. M natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadrat üstə 6m üstə 5 ədədini 5-ə böldükdə qalıqda neçə olar? M ədədini 5-ə böldükdə qalıqda 3 alınırsa, tutaq ki, M ədədi 8-dir. 8-i 5-ə böləndə qalığımız 3-dür. Onda M kvadrat 8-in kvadratı 64, üstə gəlinsin 6 vur 8, 48, üstə gəl 5. Bu deyir 112, 117. 117'ni də 5'ə böləndə qalıq qalacaq 2. İkinci sual. X, Y və YX natural ədədləri üçün. Açılışların yazıram. X, Y nə olacaq? 10x üstə gəl Y çıx Y. Məxrəcdə 10y üstə gəl X çıx X bərabərdir 2. Bunlar getdi, onlar getdi, qaldı X bölü Y bərabərdir 2. X bərabərdir 2y. Ən böyük qiymət deyirsə, ən böyük bu 8, bu da 4 ola bilər. Çünki y artıq 5 verəndə x 10 olur, o da ola bilməz. Çünki x də maksimum 9 olmalıdır. Ona görə x 8, y 4 isə cəmi ən böyük 12-dir. 3. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 9-a bölünsün? 5 üstə gəl 6, üstə gəl 2. Elədi neçə? 11, o da ki 13. İndi neçə olmalıdır ki, üstünə 9 üstünə gələndə 13'ü 9'a bölünsün. 0 olanda bölünmür. B variantında 2, 15 bölünmür. C'də 9'dur. 13 üstə gəl 9, 22 bölünmür. D'də 1 qoyanda bölünmür. Y'də 5 qoyanda bölünür. 13 üstə 5, 18 eləyir. O da 9'a bölünür. Y variantı. 4. Məftilin uzunluğu ən azı nə qədər olmalıdır ki, onu ayrılıqda 32 santimetrlik və ya 48 santimetrlərə itkisiz bölmək mümkün olsun. 32 və 48 üçün biz əkop tapaq. Vuruqlara ayıraq bunları. 16'ya 2'yə eləyəcək 8, 8 2'yə 4, 4 2'yə 2, 2 2'yə 1. 48'i də ayırıram. 2'yə 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. 2, birdən də 2, birdən də 2 ortaq, birdən də 2. Vur 2, vur 2 elədi 16. Vurulsun, ortaq olmayanda 6'dır, bərabərdir 96. Deməli, ən azı 96 olmalıdır ki, bunu 32 və ya 48 santimetrlik hissələrə itkisiz bölmək mümkün olsun. Sonra keçirik 5-ci suala. X, Y, 0, 6, 4 rəqəmli ədədi böl X, Y. Bərabərdir A, qalıq B. Burada tutaq ki, X-ə, Y özümüzdən bir qiymət verək. X-ə 1, Y-ə 2. Sadə olsun bölünmə. Yəni, qiyməti istəriz qiymət verə bilərsiniz. Olsun 1206 böl 12. 1206 12'yə 100 dəfə bölünür. Qalıq da 6 qalır. Deməli, A 100'dür, B də 6'dır. Hasili də elədi 600. 6 4'ə bölünən neçə 2 rəqəmli ədəd var? Ən kiçiyi 12'dir, ən böyüyü 96'dır. Sayım tapmaq üçün 96'dan çıxıram 12'ni, bölürəm 4'ə, üstə gəlirəm 1. Bu da eləyir 84 böl 4, 21 üstə 1, 22. 7. Əbob 45, 72, əkyob 45, 72. Əbob AB vur, əkyob AB bizdə A vur B'dir. Əbob AB vur, əkyob AB bizdə elə A vur B'dir. Onda bunların da hasili elə 45 vur 72 olacaq. O da hesablayıb tapa bilərsiniz də, sadə hesablamadır. 8 həm 35'ə həm də 28'ə böldükdə qalıqda 4 alınan ən kiçik çox rəqəmli naturaldır. Həm 35 həm də 28'ə bölünən ən kiçik çox rəqəmli. Əkop tapaq 35-dən 28 üçün əvvəlcə. 35, 28. Ortaq buradan 7 çıxdı qırağa. Qaldı əkop 5, 4. 5 ilə 4'ün əkobu 20'dir. O da 7'yə dəyib oldu 140. Deməli, ən kiçik 140'dır ki, həm 35 həm 28'ə bölünür. Qalıqda 4 qalması üçün 140'ın üstünə 4 gəlməliyəm. Elədi 144.
9. X, Y, Z natural ədədlər 5, Y, 6, Z, X, 2, Z olarsa cəminin ən kiçik qiymətini tapın. 5, Y bərabərdir 6, Z. X bərabərdir 2, Z. Buradan Z nəyə bərabərdir? X böl 2. Onda buradan 5Y bərabərdir 6 vur X böl 2. Z'in yerine X böl 2 koydum da. 5Y bərabərdir 3X. Onda mən buradan ən kiçik deyirsə Y-a 3, X-a 5 desəm. X 5, Y 3. Görürəm ki, X-a 5 desəm 5 2'ye bölünmür Z tam olması üçün. Deməli hər birinin 2 mislini götürəcəm. Buna 10 deyəcəm, buna 6 deyəcəm. Artıq onda Z də nə eləyəcək? 10 bölünsün 2, 5. Deməli X 10, Y 6, Z 5. Cəmi də elədi 21. C variantı. Bölənlərin sayı 6 və sadə vurğular ayrılışı 3 üstü n vur 5 üstü n şəklində olan natural ədədlərdən kiçiyini tapın. 3 üstü m vur 5 üstü n. Bölənlərinin sayı 6 və sadə vurğulara ayrılışı 3 üstü n 5 üstü n şəklində olan natural ədədlərdən kiçiyini tapın. Bölənlərin sayı nədir? M plus 1 vur M plus 1. Bərabərdir 6. Buradan da bunu ən kiçiyini deyirsə necə yaza bilərik? 1 6'nı 6 vur 1 kimi yaza bilərik. Onda bunlardan biri 1, biri 6 olur. Bu ödəmir. Çünki 1 verəndə M sıfıra çevrilir. Bizə isə deyir M və N natural ədəddir. Onda 6'nı necə yazmaq olar? 2 vur 3 kimi. Birinə 2 deyirəm, birinə 3 deyirəm. M plus 1 2'dirsə M eləyir buradan 1. M plus 1 3'dürsə N eləyir buradan 2. Onda ne olacak? Onda olacak kiçiyi deyir. Kiçiyi de deməli bir dəfə ola bilər 3 üstündə 1 vurulsun 5 üstü 2. Bir də bunun əksi ola bilər də buna 3 buna 2 deyim. Onda M də 2, N də 1 bu halda ola bilər. Onda da olacaq 3 üstündə 2, 5 üstü 1. Kiçiyi də bu olacaq. 9 vur 5, 45. D variantı. 11. ABC natural ədədləri üçün AB 17, BC 5 olarsa A plus B plus C cəmini tapın. AB 17 natural ədədlərdən söhbət gedir. BC 5. Görürəm B həm 17'nin vuruğunda var, həm 5'in. Deməli B 1'dir. Çünki 17 ilə 5'in ortaq vuruğu yoxdur. Onda A 17'dir, C də 5'dir. 1 vur 5, 17 vur 1 deməkdir. A plus B plus C də nə olacaq? 17 plus 5 plus 1 ödələdi 23. 12. Səbətdə 14 alma, 28 armud, 49 ədəd heyva var. Aha. Hər qutuya bu meyvələrdən yalnız birindən və hər birindən bərabər sayda olmaqla yığmaq üçün ən az neçə qutu lazımdır? Deməli, əbob götürürəm bunlar üçün. 14, 28, 49. Bunların əbobu eləyir 7. 7. Yalnız birindən və hər birində bərabər sayda olmaqla yığmaq üçün neçə qutu lazımdır? Bir dəfə 14'ü bölərəm 7'yə. 2. 28'i bölərəm 7'yə. 4. 49'u bölərəm 7'yə. Eləcək 7. Ümumi elədi. Cəmi 13. Bizə ən azı 13 qutu lazımdır. Biri o birindən 4 vahid böyük olan 14'cü sual. 2 natural ədədin kvadratları cəmi 400'dür. 4 vahid böyük. Biri A'dır, biri A plus 4'dür. Kvadratları cəmi 400'dür. A kvadrat. Bunun da açılışını yazıram. A kvadrat plus 8A plus 16. Bərabərdir 400. Sonra 2A kvadrat üstə gəl 8A. Çıxılsın 384. Bərabərdir 0. Bu ədədlərin cəmini soruşur. Yəni 2A plus 4'ü soruşur bizdən. Hər tərəfi 2'yə bölsək, A kvadrat plus 4A çıxılsın. 384 2'yə böləndə 150, o da 40, 192. Bərabər 0. D də bərabərdir 16 üstə gəl. 4 2'nin 8, 4 9'un 36, 3 yadda 768. 784 eləyir bu da. 784 elədi. 784'dən də görək kök nə çıxır. Deməli 784'dən 28. Onda A eləyəcək -4 üstə gəl 28 bölünsün 2
Bu da eləyəcək 12. 12. Deməli A 12'dir. Biri 12'dirsə qoydum buraya yerinə. 2 vur 12 24 üstə 4 28. D variantı. 15. Neçə sadə böləni var? Əvvəlcə 102 çıx 63. Bir dəfə də 102 üstə gəl 63. A minus B, A plus B kimi. Bu da eləyir. 102'dən 63 çıxanda 39. 102'ni 63 toplayanda 165. 39 3 vur 13'tür. 165 de 5'e bölünür. 33 dəfə. 33'ü de 3 vur 11 vur 5 belə yazıram. Bu da 3'ün kvadratı vur 11 vur 5 vur 13'tür. Neçə sadə böləni var? Sadə bölən sayıram bunları. Dirəm 4 dənədir bu variantı. 1, 2, 3, 4. 16. 16'da A bərabərdir kombinizon 9 elementdən 5. Bu delir 9 faktorial böl 9 çıx 5 4 faktorial vur 5 faktorial. Sonra bunu da biraz da sadələşdirə bilərik. 9 faktorial yazıram. 9 vur 8 vur 7 vur 6 vur 5 faktorial. Burada da 4 vur 3 vur 2 vurulsun 5 faktorialda yazdım. 5 faktoriallar getdi. 2 vur 3 6 ilə getdi. 4 8 ilə getdi. Qaldı 9 vur 14. A elədi 9 vur 14. Onda əkob 9 vur 14 budur. 9 faktorial budur. B'də əbob nədir? Əbob da 9 vur 14 9 faktorial. 9 faktorialın içərisində elə 9 vur 14 var deyə əkobu eləyir 9 faktorial, əbobu da eləyir 9 vur 14. Belə eləyir ortaq olanlar. Görək hesablama səhv eləmədik ki. A elədi 9'dan 5. Kombinizon 9'dan 5 eləyir 9 faktorial. 4 faktorial 5 faktorial. 9 vur 8 vur 7 vur 6. Oradan 2 3'ün 6 ilə getdi. 4 8'i 2 dəfə 9 vur 14 A'nı tapdı. Onda deməli 9 faktorialın açılışını yazaq. 9 vur 8 vur 7 vur 6 vur 5 vur 4 vur 3 vur 2. 9 vur 7 vur 2. 7'lər getdi, 9'lar getdi, 2'lər getdi. Bunların hasili elədi. 3 4'ün 12, 5 12'nin 60, 60'ını 6'ya vurduq. 3 60, 3 60 da 8'e vurduq. O cavab yoxdur burada. Əbob bunlar üçün ortaq olandır. Ortaq olan da hər ikisində 9, 7, 2 var. Yəni yazdıq bura əbobu 9 vur 14. Əkobu da ki 9 faktorialda elə 9 faktorialda yazdıq. Variantlarda yoxdur. Ola bilər. Hesablama səhv eləməmişik. Doğru variant budur. Keçək 17. Ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Ən böyük 5 rəqəmli natural ədəd 9, 9, 9, 9, 9. Ən böyük 2 rəqəmli natural ədəd 99. Bunların fərqi elədi 9, 9, 9, 0, 0. Fərqi ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli natural ədəd 9'dur. Bunları da bir-birinə böləndə 111 yanında 2 dənə 0'dır variantı. 18. Ulduzun əvəzinə hansı rəqəm olmalı ki 9'a bölünsün? Bayaqki sualda təkrar yenə düşüb. 19 deyini bayaqki sualda təkrar düşüb. Ondan sonra 20. Qarşılıqlı sadə ədədlərdir. 58, 5x çıx 4. Qarşılıqlı sadə ədədlər ortaq bölündüyü bir ədəd yoxdur. Ortaq vuruğu yoxdur. 22 ilə 58 2'ye getdi. 29, 5x çıx 4, 11, 3y plus 2. Görürəm ki, bu ikisi bir-birinə qarşılıqlı sadədir. Bu ikisi də bir-birinə. Onda 29 buna bərabərdir. 5x çıx 4 də 11'e. 5x çıx 4 bərabərdir 11'dən x bərabərdir 3. 3y plus 2 bərabər 29'dan y bərabərdir 9. 3 o da 9 hasil elədi 27. 21 də elə eyni sualdır. Onda elə öz təkrar sualdır. Rəqəmləri də eynidir.
Buraya qədər sağ olun, salamat qalın.